Sevgi sizin üçün nədir? Sevgi, ay mən qocaldım sevgindən çoxdanım şu. Məhəbbət olmasa insan həyatı yalan. Yalan, yalan. Buradan sevənlərinə deyək. Səbir. Səbirli olsunlar. Xanıma nəsə hədiyyə etməyi düşünürsüz? Özümə hədiyyə edirəm bunu. Nə istəyirsən? Ömrü boyu. Allah sevənləri qovuştursun. Şimdi düzə bilmirəm mənə. Ben de size sorayım. Siz ne hediye gözlüyorsunuz? Yox ya. Nə qəşəng pozitivsiz, nə qəşəng sevgi dolusunuz. Biz hər zaman beləyik. Yəni insanı yaşadan həm pozitiv olmaqdır, həm sevgi ilə yaşamaqdır, həm məhəbbət ilə yaşamaqdır. Məhəbbətə sayğı, hörmət göstərmək lazımdır. Məhəbbət olmasa insan həyatı yalan. Yalan, yalan. Bu dünyada hər şey yalan. Məhəbbətsiz bu dünyada həyat yox. Nədir sevgi sizin üçün? Sevgi, ailə, babamız çıxarmışıq gəzdirməyə. Buradan sevənlərinə deyək. Səbir. Səbirli olsunlar. Qatılırsınız. Nə yox. Sevgi sizin üçün nədir? Sevgi, ay mən qocaldım sevgindən çoxdanım şu. Məncə qocalıqla əlaqəsi yoxdur sevginin. Yaradamam. Nədir sevgi sizin üçün? Məhəbbət, sülh. Sevgililər gününə hər hansı bir planınız varmı? Maşallah sevgi dolu görünürsüz. Planımız gəzməkdir. Ancaq Gəzmək. xanıma nəsə hədiyyə etməyi düşünürsüz? Özümə hədiyyə edirəm bunu. Qəbul edirsiniz o hədiyyəni? Eləmişəm də. Keçirməyəcəm. Niyə? Yoxdur. Şimdi düzə bilmirəm mənə. Sevgi nədir sizin üçün? Sevgini ancaq görəndə, yəni xanımı görəndə istəyirəm fərqli bir şey. İnsan xoşbəxt olur. Gözlərindən oxuya bilirsən də bilirsiniz sevgini. Hədiyyələr almışam. İndi qısa olaraq bu gün səhər yeməyi kimi gəlmişdik. Ayın 13-dən, 14-dən də axşam inşallah iş çıxışından sonra sürprizlər falan da böyle var. Hədiyyələr var xanımıma. Çanta aldım eşime. Çok güzel bir çanta aldım. Hediyeyi götüreceğim. Azerbaycan'ın kokusunu götüreceğim. Siz nə hədiyyə gözləyirsiniz? Bana mı? Evet. Sürpriz olacak galiba. Bilmiyorum. Ben de size sorayım. Siz ne hediye gözlüyorsunuz? Yox ya. Qarşı tərəfdən hədiyyə gözləyirik. Hələ ki yox. Niyə? Çünki heç bir şey yoxdur. Vallahi yoxdur, heç nə yoxdur. Əslində belə gözlədiyim bir hədiyyə yoxdur. Çünki bizdə münasibətdə ancaq xüsusi günləri gözləmirik. Biz yəni adi günlərdə də özümüzə kiçik sürprizlər edirik deyə, yəni xüsusi günləri güdmürük də nəsə hədiyyə üçün. Sevgi məncə bir gündən ibarət olmamalıdır. Bir-birini anlayan, hörmət edən insan üçün hər gün sevgilər günü olmalıdır.